Ərəb dilində keçmiş zamanda feilin dəyişilməsi. Zəhəbə getməkdirsə, zəhəbət qadın cinsində, yəni qadın getdi. Zəhəbə kişi getdi, zəhəbə Məhmud məsələn. Amma zəhəbət qadın cinsində. Zəhəbət məsələn Fatimə. Sən getdin, zəhəbtə. Sən getdin, zəhəbti qadın cinsində. Mən getdim, zəhəbtu. Bu bütün feillərə aiddir. Axırlarında tə, ti, tu əlavə olunur. Misal üçün, qısa formada misallara baxaq. Deyir ki, Mətə rəcə'tə minəl mədrəsəti yəbuney. Rəcə'ə qayıtmaqdır. Mətə haçan qayıtdın, rəcə'tə. Fikir ver, sən qayıtdın. Rəcə'tə, zəhəbtə. O deyir ki, mən qayıtdım filan vaxtı. Rəcə'tu qablə nisf sə'ə. Yarım saat əvvəl qayıtdım. Rəcə'tu, mən qayıtdım. Əynə uxtukə Məryəm, sənin bacın Məryəm haradadır? Əmə rəcəət, o qayıtmayıb mı? Məryəmdən söhbət düşdü deyə rəcəəyə tə artırdıq. Rəcəət, zəhəbət olur bu cür. Lə ədri. Burada o da cavab verib deyir ki, Lə ədri, bilmirəm. Bu sözü yadda saxlamaq lazım, çünki çox istifadə olunur ərəblərdə. Bu məsələ də çox lazım olacaq. Bilmirəm demək. Lə ədri, bu ilə neçəsidir? Lə ədri, bilmirəm. Bu dərs neçədədir? Lə ədri, bilmirəm. Haçan gedəsən? Lə ədri, bilmirəm. Ənə mə rəəytu, mən görməmişəm. Hə, onu. Rəəytu, fikir ver, rəə görmək. Rəəytu, mən görmüşəm. Mənasındadır. Burada mə var deyə görməmişəm. Sonra soruşur ki, Mədə qara'tə əl-yevmə. Qara'a oxumaqdır. Qara'tə sən oxudun. Qara'tu olsaydı mən oxudum. Qara'tu. Qara'a o oxudu. Qara'ət qadın oxudu. Əl-yevmə bugün. Mədə nə? Mədə qara'tə əl-yevmə. Bugün nə oxudun? O da deyir ki, qara'tu, yəni mən oxudum deyir. Əl-yevmə bugün. Dərsən, dərs oxumuşam. Qara'tu əl-yevmə dərsən. Cədidən, yəni yeni dərs oxumuşam. Fil fiqhi, fiqh sahəsində. Qara'tul yevmə dərsən cədidən fil fiqhi. Sonra anası soruşur ki, elə burada da bitirək. Əfəhimtə, başa düşdünmü? Fəhimə, başa düşmək deməkdir. Fəhm etmək, fəhimə. Fəhimtə, sən başa düşdün. Fəhimtu, mən başa düşdüm. Fəhimə, o başa düşdü. Fəhimət, qadın başa düşdü. Əfəhimtəhu, hu, yəni onu başa düşdünmü? O da deyir ki, nəəm, fəhimtu, başa düşdüm. Hu, onu, fəhimtuhu cəyyidən. Lap əla başa düşmüşəm, əlhamdülillah.